27 sentyabr Azərbaycan xalqının yaddaşında yalnız bir tarix deyil, dərin bir mənanın, vətən sevgisini və şəhidlik mərtəbəsinin rəmzidir. 2020-ci il sentyabrın 27-sində başlayan və 44 gün davam edən Vətən müharibəsi ilə Azərbaycan 30 il ərzində itirdiyi torpaqlarını geri qaytararaq öz ərazi bütövlüyünü bərpa etdi. Bu müharibədə canını fəda edən minlərlə qəhrəman şəhidimizin xatirəsini yaşatmaq üçün Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr fərmanı ilə 27 sentyabr tarixi Anım Günü elan edildi. Artıq 5 ildir ki, qədirbilən xalqımız 27 sentyabr tarixini Anım Günü kimi qeyd edərək bu müharibədə canlarından keçmiş minlərlə şəhidimizin xatirəsini ehtiramla yad edir. Sumqayıtın Tarixi Muzeyinin elmi heyəti də öz növbəsində Aprel, Tovuz döyüşlərinin, Vətən müharibəsinin, antiterror əməliyyatının şəhidlərinin şəxsi əşyalarını toplayaraq muzeyin Şəhidlər Qalereyası zalında nümayiş olunması işini davam etdirir. Onu da qeyd etmək istərdim ki, Şəhidlər Qalereyası zalı 30 ildən çoxdur ki, fəaliyyət göstərir. Burada həm də Qarabağ müharibəsinin şəhidlərinin şəxsi əşyaları da nümayiş olunmaqdadır. Ötən 5 il ərzində nəinki Vətən müharibəsinin şəhid və qazilərimizin şəxsi əşyaları toplanmış, həm də ehtiram əlaməti olaraq şəhidlərimizin mövludu, xatirə və anım günləri geniş formatla keçirilmişdir. 2022-ci ilin aprel ayında muzeyin daimi sərgi zalında şəhid valideynlərinin, şəhid övladlarının və qazilərin, eləcə də şəhər ictimaiyyətinin dəvət olunduğu Zəfərə Doğru adlı tədbir keçirildi. Ötən 5 il ərzində muzeydə vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə şəhərin ümumi təhsil, musiqi məktəbləri, eləcə də mədəniyyət müəssisələri də fəal iştirak etmişlər. Sumqayıtın Tarixi Muzeyində daha bir şəhid tədbiri Nəriman Nərimanov adlı Mədəniyyət Mərkəzinin tabeliyində olan Şəhər Mədəniyyət Evi və Sumqayıt Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə 2023-cü ilin noyabr ayında 44 günlük Vətən müharibəsinin şəhidi Səbuhi Həsənquliyevin xatirəsinə həsr olunmuş Qalib Ölkənin Qalib Əskəri adlı anım tədbiri oldu. Həmin ilin dekabr ayında isə Vətən müharibəsinin şəhidi Fərhad Fərhadlının mövluduna həsr olunmuş Mənim Atam Qəhrəmandır adlı tədbir keçirildi. 2024-cü ilin yanvar ayında nakam şəhidimiz Ceyhun Kərimovun xatirəsinə Şəhidin ünvanı əbədiyyətdir adlı tədbirin keçirilməsi bir daha onu sübut etdi ki, nəinki Vətən müharibəsinin, hətta Qarabağ müharibəsi şəhidləri də unudulmur, daim ehtiramla yad olunurlar. Keçirilən hər bir şəhid tədbiri onların ailəsinə, yaxınlarına təsəlli olsa da, bizlər üçün az da olsa şəhidlərimiz və onların ailələri, doğmaları qarşısında vətəndaşlıq borcumuzun yerinə yetirilməsinə təskinlidir. 2024-cü ilin aprel ayında yenidən Nəriman Nərimanov adlı Mədəniyyət Mərkəzinin tabeliyində olan Şəhər Mədəniyyət Evi və Sumqayıtın Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin şəhidləri, ailənin yeganə övladı Abdullah Əhmədovun, Əbil Cəbizadənin, Rüfət Mustafayevin əziz xatirəsinə Bizim Seçilmişlər adlı xatirə gecəsi keçirildi. Ana şəhidin gəlir, başını dik tut ağlama, qara geyin yasını tut, ürəyini çox dağlama. Balam yardan ayrı düşüb, balasından ayrı düşüb, qan içində əzab çəkib, onu bərk-bərk qucaqlama. Evinin çırağı sönüb, ümidin əsir
həsrətə dönüb, gözlərin qanla dolub, qurbanın oldum ağlama. Evinin çırağı sönüb, ümidin həsrətə dönüb, gözlərin qanla dolub, qurbanın oldum ağlama. Nə olar ana, can ağlama. 2024-cü ilin aprel ayında Vətən müharibəsində xüsusi təyinatlıdır. Əfsanəvi taborun giziri, şəhid Şəhriyar Quliyevin xatirəsinə həsr olunmuş Vətən Fədailəri Unudulmur adlı tədbirin keçirilməsi ilə bir daha şəhidlərimizin unudulmaması, onların daima ehtiramla yad olunması öz təsdiqini tapdı. 2024-cü ilin may ayında şəhərin iki mədəniyyət müəssisəsi, Sumqayıtın Tarixi Muzeyi və Şəhər Mədəniyyət Evi birlikdə Qarabağ müharibəsinin şəhidləri Etibar Abbasovu, Haqverdi Əhmədovu, Etibar İskəndərovu, Siraj Xasiyevin xatirəsinə həsr olunmuş Qəlbində Vətən Sevgisi Daşıyanlar adlı tədbirin keçirilməsi 30 ildən çox vaxt keçməsinə baxmayaraq Vətən, torpaq uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əbədi yaşar olduğunu göstərdi. 2024-cü ilin yenə də may ayında muzeydə Qarabağ müharibəsinin daha iki şəhidini Rizvan Qayıbovun əziz xatirəsinə Qoparmayın şəhid adlı yaranı Yusif Allahverdiyevin şəhadətə qovuşmasının 30-cu il dönümünə həsr olunmuş Candan Axan Qandır Vətən adlı xatirə gecəsi keçirildi. Soruşdan mən kiməm, nəçiyəm deyə, mən dərdin üzünə gülən anayam. Dünyanın hər üzün, çətinin görüb, dünyanın özünə gülən anayam. Yaşaya-yaşaya, ölən anayam. Dərdimi içimə, köksümə çəkib, soruşan hər kəsə yaxşıyam deyib, qəmimi gizlində özümlə çəkib, dünyanın özünə gülən anayam. Yaşaya-yaşaya, ölən anayam. Məzar daşlarında oğul axtarıb, oğlumun ölümünü görən anayam. Qaralar içində məğrur, dik durub, hamıya yalandan gülən anayam. Yaşaya-yaşaya, ölən anayam. Fələk mənə çox pis oyun oynadı, ölüncə gözüm sən gələn yoldadır. Yaman, çətinmiş babanın dağı, dağlana, gülən anayam. Yaşaya-yaşaya, ölən anayam. – 2024-cü ilin iyul ayında Vətən müharibəsinin şəhidi Səlimxan Bayramovun mövludu gününə həsr olunmuş Unutmadı, tarix yazdınız adlı tədbirdə vəzifəsindən, kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı üçün şəhid adının müqəddəs olduğu bir daha vurgulandı. 2024-cü ilin oktyabr ayında 44 günlük Vətən müharibəsinin 18 yaşlı şəhidi Salih Nuriyevin xatirəsinə həsr olunmuş Biz Cənnətdə Görüşlük adlı tədbir hər bir kəsdə kövrək anlar yaşatdı. Bir şiir yazdım. O da itkin düşənlərə, onun Kamran qardaşımızın, şəhidimizin timsalı bütün itkin düşənlərə təsir elədim. Səmalarda uçan qara qartalım, şaxta düşdü, sazaq oldu, qayıt gəl. Dağ döşündə nərə çəkən aslanım, çaqqal dönüb, tülkü oldu, qayıt gəl. Sən gedəli aylar oldu, il öpdü, çəmənlikdə çiçək açdı, həm soldu, baş ağardı, qaşlarımda dən oldu, göz yaşlarım selə döndü, qayıt gəl. Gecə gündüz sorağınla gəzirəm, gözləməkdən artıq qardaş bezirəm. Ümid edib mən bir təhər gözürəm, ey verdiyim nəfəs,
geri qayıt gəl. Əsir düşdüm, şəhid oldun bilmədim. Sənsiz qardaş bir gün belə gülmədim. Dağ çəkdilər, bax sinəmə ölmədim. Ey dərdimə dərman olan, qayıt gəl. Ey dərdimə dərman olan, qayıt gəl. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirlər nəticəsində suverenliyimiz tam bərpa oldu. Qısa müddətli lokal xarakterli antiterror əməliyyatları nəticəsində şəhid olmuş Sumqayıtlılardan Ramil Şirinoğlu, Asim Camalzadə, Cavid Mirzəyevin, Zamin Abbasovun şəhadətə yüksəlmələrini il dönümü ilə əlaqədar 2024-cü ilin noyabr ayında Sumqayıtın Tarixi Museyində Şəhidlik Əbədiyyət Zirvəsidir adlı tədbir keçirildi. 2025-ci ilin aprel ayında isə daha bir vətən müharibəsinin şəhidi Novruz Məmmədovun mövluduna həsr olunmuş Bu dünyadan bir qəhrəman Novruz keçdi adlı tədbirin keçirilməsi hər bir şəhidin xatirəsinin xalqımız üçün dəyərli, əbədi olduğunu təsdiq etdi. Ata, eve gəlirəm. Bütün kəndə sal haraydı. Həyətin qapısını açıq saxla taybatay. Biraz da qaldır göyə divardakı bayrağı, rəqsi vəcdə gətirsin hər təpəni, hər dağı. Sən də biraz möhkəm ol. Qurban olun, qəm yemə. Amandır bu xəbəri anama birdən demə. Yıxılıb, azacıq əl ayağını cızır. Ona görə komandir uşağı evə yazır. Ya da de ki, sürüşür, əziliyib, qolu çıxıb. Ya da de ki, darıxıb, bizim üçün darıxıb. O dözməz bu xəbərə kimsə qəfildən desə. Ona görə sən özün de necəsən. Salam ata, bu da mən. Görüşmürdük haçandır. Kuzu balam dediğin indi bir qəhrəmandır. Camaat mərdliyindən hələ çox danışacaq. Eşitdikcə kədərin sevincə qarışacaq. İndi isə son dəfə ucaqlaşaq. Gedirəm, qulağıma uçulda, səninlə fəxr edirəm. Əlvida, bütün evin yükünü çəkən adam, bir oğul tabutuna gücü çatmayan atam, bir oğul tabutuna gücü çatmayan atam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin xatirə, anı, mövlud günlərinin muzeydə keçirilməsi ilə yanaşı, həm də onların yadigarları, ailələri ilə də görüşlər təşkil edilir. Onu da qeyd etmək istərdim ki, 2025-ci il aprel ayında Cəlilabad rayonundan olan şəhid anaları Sumqayıtın Tarixi Museyinin qonağı olub, Şəhidlər Qalereyası zalını ziyarət etdi. Övlad itkisinə dözən müqəddəs anaların dəyanətli, mətinli duruşları, bayrağa qan, torpağa can vermiş şəhid balaları ilə nə qədər ağır olsa da qürur duyduqlarının göstəricisidir. Çünki şəhid valideynləri də şəhidlər qədər qəhrəmandır. Şəhidlər haqqında nə qədər danışsaq da, nə qədər yazsaq da azdır. Onlar ömürlərini vətənin azadlığı və millətimizin rifahı üçün fəda etdi. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə uca Allahdan rəhmət, sağlamlıqlarını vətən yolunda itirmiş qazilərimizə isə şəfa diləyir.